Salam hörmətli izləyicilər. Milli TV-də sizinlə Günün Xəbərləri proqramında Aytən Məmmədzadədir. Bakıda kuryerin öldüyü dəhşətli qəzanın təfərrüatları məlum oldu. Yanvarın 3-ü tarixində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində Iveco markalı təcili tibbi yardım avtomobili ilə motosikletin toqquşması nəticəsində bədbəxt hadisə baş verib. Milli TV Qafqazinfo.az-a istinadla xəbər verir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü Mehdi adlı şəxs baş verən hadisə nəticəsində yerindəcə dünyasını dəyişib. Qeyd edək ki, hadisə nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdirilibdir. Onu da bildirək ki, hadisə zamanı təcili tibbi yardım avtomobil sürücüsünün yüksək sürətlə hərəkət etməsi nəticəsində faciəvi şəkildə ölən Mehdi adlı şəxs Bakı şəhərində fəaliyyət göstərən restoranların birində kuryer kimi çalışırdı. Onun 10 aylıq körpəsi atasız qaldı. Faktla bağlı Nəsimi rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır. Xəbərlərə Milli TV-də izləməyə davam edin.